Gəlin, bəşər sivilizasiyasının tam mərkəzinə, beşiyinə səyahət edək. Elə bir yerə ki, iki nəhəng çayın arasında yerləşirdi. Bura həm həyat verən bir cənnət idi, həm də inanılmaz dərəcədə təhlükəli bir məkan. Və məhz bu ziddiyyətlər bəşər tarixinin axarını tamamilə dəyişdi. Hazırsınızsa, başlayaq. Bax, bura Mezopotamiyadır. Adı qədim Yunan dilindən gəlir. Mənası da çox sadədir. İki çayın arası. Amma onun bir adı da var. Daha poetik, daha cəlbedici. Bərəkətli Aypara. Bu ad sanki bizə torpağın nə qədər məhsuldar olduğunu pıçıldayır. Amma bu bərəkət heç də asanlıqla başa gəlmirdi. Deməli, hekayəmizin ən gərgin, ən maraqlı nöqtəsi də elə buradan başlayır. Bu qədər bərəkətli görünən bir torpaq, əslində orada yaşayan insanları necə çətin sınaqlar qarşısında qoyurdu. Gəlin bir anlıq təsəvvür edək. Aylarla yağış yağmır. Hər yer quruyub çatlayır. Sonra isə anidən çaylar elə bir güclə daşır ki, bütün əkin biçini, bütün kəndləri yuyub aparır. Bu birincisi. İkincisi, sizi düşmənlərdən qoruyacaq heç bir təbii sədd yoxdur. Nə uca dağlar, nə də keçilməz səhralar. Tamamilə açıq bir ərazisiniz. Və üçüncüsü, ən adi bir alət düzəltmək, bir ev tikmək üçün lazım olan daş, metal, hətta ağac belə demək olar ki, tapılmır. Belə bir yerdə yaşamaq üçün iki yol var idi. Ya yeni bir şeylər icad edib vəziyyətdən çıxacaqdın, ya da sadəcə məhv olacaqdın. Və bu çətinliklərin öhdəsindən gəlmək üçün səhnəyə tamamilə yeni bir xalq çıxdı. Şumerlər. Ən maraqlısı da odur ki, onlar bu torpaqların yerli sakinləri deyildilər. Amma gəlib iki çay arasının cənubunda məskunlaşdılar və hər şeyi, amma hər şeyi dəyişdirdilər. Şumerlərin yanaşması həqiqətən dahiyanə idi. Hər problemə birbaşa bir həll yolu tapdılar. Su gözlənilməzdi. Problem deyil, suyu idarə etmək üçün mürəkkəb kanallar sistemi qurdular. Təbii müdafiə yox idi. Olsun, əllərindəki yeganə materialdan, palçıqdan kərpiç kəsib, şəhərlərinin ətrafına aşılmaz divarlar çəkdilər. Bəs daş, metal yox idi? Eybi yox, bol olan taxıllarını uzaq yerlərə aparıb, onlara lazım olan hər şeylə dəyişdirdilər, yəni ticarət etdilər. Bax, bu praktiki həllər nəticəsində tarixin ilk şəhər dövlətləri Ur və Uruq kimi möhtəşəm mərkəzlər yarandı. Amma hekayə bununla bitmir. Şumerlər sadəcə sağ qalmaqla kifayətlənmədilər. Bu təməl problemləri həll etdikdən sonra sanki bir bənd açıldı və bəşər tarixində daha əvvəl heç görülməmiş bir ixtira, bir innovasiya partlayışı baş verdi. Təsəvvür edin, ticarət artır, ambarlar taxılla doludur. Kim nə qədər gətirdi, kim nə qədər apardı, bütün bunları yadda saxlamaq artıq qeyri-mümkün idi. Bax, məhz bu ehtiyacdan dünyanın ilk yazı sistemi, mixi yazı yarandı. Artıq sözlər havada uçmurdu, yaşgil lövhələrə həkk olunaraq əbədiləşirdi. Bəli, düz eşitdiniz. Təkər. Bugün bizə çox adi gələn bu ixtira, eramızdan əvvəl 4-cü minillikdə məhz onlar tərəfindən edildi. Bu, təkcə uzaq məsafələrə yük daşımağı asanlaşdırmadı, eyni zamanda duluşçuluq çarxı ilə sənətkarlığı da tamamilə yeni bir səviyyəyə qaldırdı. İndi bir anlıq qolunuzdakı saata baxın. Bir dəqiqənin niyə 60 saniyə, bir saatın niyə 60 dəqiqə olduğunu heç düşünmüsünüz? Ya da bir çevrənin niyə 360 dərəcə olduğunu? Cavab Şumerlərdədir. Onların yaratdığı 60-lıq say sistemi bugün də bizim həyatımızın təməlində dayanır. Cəmiyyət böyüyür, şəhərlər mürəkkəbləşirdi. Qaydalar olmasa xaos yaranardı. Elə deyilmi? Bax, buna görə də tarixdə bilinən ilk yazılı qanunları, ilk məcəllələri də məhz Şumerlər yaratdılar. Artıq hər kəs nəyin doğru, nəyin yanlış olduğunu bilirdi. Və nəhayət onlar mislə qalayı qarışdıraraq daha sərt və daha dözümlü bir metal, tuncu əldə etdilər. Bu, sadəcə yeni alətlər demək deyildi. Bu, bəşər tarixində yeni bir dövrün, tunc dövrünün başlanğıcı deməkdir. Yaxşı, burada bir anlıq dayanıb çox maraqlı bir məqama toxunmaq istəyirəm. Bəzi tarixçilər və dilçilər Şumer dili ilə qədim türk dilləri arasında heyrətamiz oxşarlıqlar tapıblar. Məsələn, Şumer dilində tanrı, dingir, qədim türklərdə isə Tengri adlanırdı. Yaxud ata üçün Şumerlər ada, türklərsə ata deyirdilər. Bu təsadüfdür, yoxsa daha dərin bir əlaqənin işarəsi? Həqiqətən də üzərində düşünməyə dəyər. Amma tarix heç vaxt bir yerdə durmur.
Ayrı-ayrı bir-biri ilə rəqabət aparan şəhər dövlətləri əbədi yaşaya bilməzdi. Səhnəyə yeni bir ambisiya çıxdı. Bütün bu torpaqları tək bir bayraq altında birləşdirmək, yəni bir imperiya qurmaq. Və bu ambisiyanı həyata keçirən adam Akkatlı Sarqon oldu. O, bir-bir bütün Şumer şəhərlərini fəth etdi və bəşər tarixində ilk imperiyanı yaratdı. Bu, tamamilə yeni bir idarə etmə forması idi. Bir nəfərin hakimiyyəti altında birləşmiş nəhəng bir ərazi. Lakin bu ilk imperiya çox yaşamadı. Daxili çəkişmələr, fasiləsiz müharibələr və quraqlıq onu zəiflətdi və sonda Kuti adlı tayfaların hücumları ilə süqut etdi. Bəli, imperiyalar qurulur, sonra süqut edir. Bu, tarixin qanunudur. Amma Şumerlərin yaratdığı ideyalar, onların kəşfləri, onlar yox olmaq üçün çox güclü idi. Onların mirası özlərindən sonra da yaşamağa davam etdi. Deməli, əsas məsələ nədir? Şumer mədəniyyəti itmədi. Əsla. Əksinə, onlardan sonra gələn Babililər kimi güclü sivilizasiyalar bu mirası mənimsədilər. Onlar mixli yazını götürüb, öz dillərinə uyğunlaşdırdılar, Şumerlərə möhtəşəm məbədləri olan zikkuratlarını tikməyə davam etdilər. Qısacası, Şumerlərin yandırdığı o ilk məşəl bütün qədim dünyanı işıqlandırmağa davam etdi. Baxın, bu çox dərin bir fikirdir. Bizim zamanı ölçməyimiz, qanunlarımız, hətta təkər üzərində hərəkət edən dünyamız, bütün bunların kökü 5000 il əvvəl çay daşqınları və quraqlıqla mübarizə aparan o insanların verdiyi cavablara gedib çıxır. Onlar öz dövrlərinin suallarına cavab tapdılar və bizim dünyamızın təməlini qoydular. Yaxşı, bəs biz, bugünün insanları, gələcək nəsillərə hansı cavabları, hansı mirası qoyuruq? Düşünməyə dəyər.